Axşamınız xeyir olsun dəyərli izləyicilər. Bir vacib xəbəri diqqətinizə çatdırıram. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Avtomobil Yolları Mühafizə Xidmətinin əməkdaşları düz 20 gündür ki, maaş ala bilmirlər. Bu barədə adlarının çəkilməsini istəməyən qurum əməkdaşları Statinfoya bizə danışıblar. Bildirilib ki, bu vəziyyət aydada rəhbər dəyişikliyindən sonra baş verib. Maaşların nə vaxt veriləcəyi ilə bağlı konkret tarix də deyilmir. İşçilərin fikrincə bu vəziyyətin yaranmasının səbəbi isə ya rəhbər dəyişikliyi ilə, ya da qurumda aparılan yoxlamalarla bağlıdır. Mühasibatlıqdan və ya rəhbər vəzifədə olanlardan işçilərə maaş gecikməsinin səbəbi ilə bağlı dəqiq açıqlama verilməyib. Bildirək ki, Avtomobil Yolları Mühafizə Xidməti 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyinə verilib. Məsələ ilə bağlı biz Aydanın mətbuat xidmətinə sorğu göndərdik, açıqlamasını da dərc eləyəcəyik. Demək, dəyərli izləyicilər, bilirsiniz ki, Aydanın keçmiş rəhbəri Salih Məmmədov işdən gedəndən sonra bu cür məsələlər ortaya çıxıb və məlumatlara görə onun fəaliyyəti ilə bağlı geniş miqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Mətbuat bu barədə yazır.